Ərzi Babacının qapısındayıq. Görək kim bizi qarşılayacaq. Bismillah. Belə olar. Toyuq, cücə, mal, heyvan. Asanlıqla bu əldə olmur. Yəni ki, bu heyvana baxmaq, camışa baxmaq asan deyil. Mal heyvana baxmaq, kənddə yaşamaq asan deyil. Hər insanın da işi deyil. Gedək görək Ərzi Baba gedir. Kim var? Vay, maşallah, maşallah, maşallah. Siz necə? Nurlu Baba. Yox. Biz o ədəbə sahibi. Necəsiz? Əllərinizdən ötürəm Ərzi Baba. Maşallah olsun. Allah sənə bərəkətli, gözəl ömür bəxş eləsin. Xoş gördük. Xoş gəlmişsiniz. Qapınızı döydük, evinizə qonaq gəldik. Əlinizə verəmsiniz, yaxşı elə, gələn ayaqlarınız var olsun. Allah razı olsun. Allah sizə gözəl ömür bəxş eləsin inşallah. Sizinlə belə, gəl. Bismillah. Necəsiz? Günortanı ötür qıl, ikindini bitir qıl. Ən fəzilə. Ən fəzilətlisi, deməli, gecikməməlisən. Hər namazın öz vaxtında qılmalısan. Onda biz nə edirik? Gelib dəstəmazımızı təzələyirik, namazımızı qılırıq, sonra verilişimizə başlayırıq. Oldu. Sen yallahü men hamde Rabbena ve şerden Allah'a. Allahu Ekber'sin. Orada ona söz verdim ki kılacağım. Şimdi bilirəm suraları. Gəlib məhbubədən, gəlimdən soruşuram ki, neşin ki, bunu görüb də secdələri necə eləmək? Ayaman ayda qaməti necə bağlamaq? Bu çayın işi olmur. Yəni mən açıq deyir. Vallahi deyirəm, Allah'a şəhadət gətirirəm. Özümü qeyri-adi xoşbəxt hissedirirəm. Xoşbəxt olasın. Belə bir yaşlı, bu işlədiyi qardaşdır. ağsaqqalı görürəm. Doğrudan da siz bu kəndin baba sözünü haqq etmişsiniz. Yoxsa doğada da olsa qalacaq axı. Doğada da olsa tökəcəm doğuya yedirdəcəm. Deyir ki, deyir ki, Şavaxılı bir aş pişirir. Qonaqlar gəlir. Deyir ki, plovu plov kimi yeyir. Qalsa dovğa kimi yeyəsiniz. Doğada Yəni düyür vuracaq dovğanın içinə. Mən də geç çatdım. İndi də babı mən çayı isti, indi su kimi içirəm. Bu adətdə var. Maraqlıdır. Mən burada səsləndim. Bir tüccar var imiş. Bu çox varlı idi. Və bunun da 3 övladı və eyni zamanda evində bir nökəri var imiş. O deyir ki, mən dünyamı dəyişdikdən sonra mənimlə birgə bir ilk gün qəbirstanlıqda mənimlə eyni qəbirdə səhərə qədər kim qalsa, mən bütün varisimi, bütün mülkümü ona həvalə edəcəm. Verəcəm və evin bütün taxtı, sər-sənatı ona aid olacaq. Gün gəlir, o gün olur. Həmin tüccar vəfat edir və qəbr evinə yola salırlar. Oğullar nökərə baxır. Nökər isə oğullara baxır. Qərar verirlər, kim bu gecə qəbirdə qalacaq. Söz verirlər ki, kim qalsa, bütün var, mülk onundur. 3 oğul, 3'ü də eyni vaxtda nökərin üzünə baxırlar. Nökər bir kəndirini götürür və atasının, yəni ağanın dəfn olduğu yerdə məni də yanına qoyun deyir. Beləliklə yanında qalır, axşam haqq hesab günü olur. Deyirlər ki, diridən mi başlayaq, yoxsa ölüdən? Əlbəttə, axı nökər diridir. Bu söhbətə qulaq asır, nəhayət qərar verirlər ki, diridən başlasınlar. Deyirlər, sənin nəyin vardır? Ay nökər, ay qul. Deyir ki, mənim bir kəndirim var. Deyir, görün bu kəndirlə nə iş görərdim? Deyir, gedərdim oduna, yığardım meşədən, düyüb gətirərdim. Deyir, sən odunların içərisində bir yaş odun qoymuşdun. Onun da hesabını verərsən.
Deyir ki, sən həmin o odunu gətirərkən, şələni yerə qoyarkən, orada qarışqaları əzdin, onun da hesabını verərsən. Deyir ki, sənin o kəndirində sən apararkən biri ah çəkdi ki, kaş mənim də belə kəndirim ola, odun gətirərdim. Onun göz haqqı var idi. Və hər kəndirə görə səhərə qədər bunu çək-çevir etdilər. Yəni, qəbr əzabını etdilər. Qəbri sıxdılar, sanki qabırqalarını ovurdular bu nökərin. Beləliklə, nökər səhəri çox səbirsizlə gözlürdü. Ölüm təri basırdı. Səhər açıldı, kəndirini götürüb evə gəldi. Oğlanları görüb soruşdu. Nələr oldu? Bizə başa sal. Bu var, mülk, dövlət sənindir. Dedi, bu kəndir belə mənə artıqdır. Var da sizin, mülk də sizin. Başını götürüb qastı. Ona görə bu dünyada nəyiniz varsa, düşünün bir çöpünüz, parmağınızda bir üzüyünüz, qolunuzda bir saatınız, nə bilim, təsbihin belə hesabın verən bir dünyadayıq. Unutmayın ki, hər kəs öz əməli ilə və öz etdiyi əməlləri ilə, öz etdiyi yaxşılıq və pisliyi ilə cavab verəcəkdir. Çox maraqlı söhbətimiz olur. Mən istəyirəm sağollaşım. Bizim yolumuz uzundur. Allah'a Vaxtımız az olduğu üçün çayı birazdan özümüz içəcəyik. Maraqlı söhbətlərimiz olur. Ləzzət Ovçu bugün Şamaxıda idi. Çox gözəl günümüz keçdi. Mən sizə sonsuz təşəkkür edirəm. Allah sizə bərəkətli ömür versin. Ailənizi, özünüzü, övladınızı, nəvələrinizi, nəticələrinizi qorusun. Allah sizləri kimsəyə möhtac etməsin. Allah Teala bu ölkəmizi daimi firəvan, daimi gözəl, Mərdimazardan uzaq yaşamalı, mərdimazardan uzaq yaşamağı etsin. Allah bizi və bütün ölkəmizi qorusun. Sizə də bərəkətli, dolu, xoş ömür versin. Sağ olun, sağlıqla qalın. Biz birazdan Şamaxının ən məşhur Cümə məscidində görüşərik. Hal-hazırda mən Şamaxı şəhərində yerləşən Cümə məscidindəyim.